Gəlin bərabərsizliklər mövzusundan 3 suala baxaq. X çıx 5, x üstəgələ 1 kiçikdir bərabərdir 0-dan. İlk öncə sürət və məxrəcin hər birinin ayrı-ayrılıqda sıfırlarını tapaq, yəni 0-a bərabər edib köklərini tapaq, belə deyək. X çıx 5 bərabərdir 0-a, x bərabərdir 5, məxrəc x üstə 1 bərabərdir 0-a, x bərabərdir -1-ə. Sonra ədəd oxu çəkirik. Soldan sağa, yəni kiçikdən böyüyə doğru ədədlərimizi onun üzərində yerləşdirmək lazımdır. -1 və 5. Bizdə 2 dənə ədəd var. Daha sonra kiçikdir bərabərdir işarəsi olduğuna görə x çıx 5. X 5 ola bilər, yəni sürət 0 ola bilir. Deməli 0 daxildir. -1 ola bilmir x, çünki məxrəc 0 olacaq. İndi interval çəkirək. Daha sonra 5-dən böyük bir ədəd götürək. Məsələn 7. 7 qoysaq x-in yerinə kəsrin qiyməti müsbət edir. Yoxlaya bilərsiniz. 7-dən 5 çıxanda 2, sürət müsbət, 7 üstə 1, 8, məxrəc müsbət. Müsbət ədədi müsbətə böləndə müsbət edir. 5 -1 aralığı. Məsələn 2 qoyaq. 2 çıx 5 -3, sürət mənfi, 2 üstə 1, 3. Mənfini müsbət böləndə mənfi edir. Və -1-dən kiçik bir ədəd götürək. Məsələn olsun -3. Sürət mənfi edəcək, məxrəc də mənfi edəcək, mənfini mənfiyə böləndə edir müsbət. İndi bizə lazımdır kiçikdir bərabərdir 0. Yəni biz mənfi aralıqları axtarırıq. Mənfi aralıq bir dənə budur. Yəni -1-dən 5-ə qədər 5 daxildir. Keçək növbəti bərabərsizliyə. X çıxılsın 1, məxrəcdə x üstəgələ 1 böyükdür bərabərdir 2-yə. Adətən şagirdlər, abituriyentlər çarpaz şəkildə bunu vurub həll etməyə çalışırlar və beləliklə aralıq itirirlər. Bu yanlış üsuldur. Mütləq ədədi sola keçirib ortaq məxrəcə gətirmək lazımdır. X çıx 1, x üstə 1 çıxılsın 2 böyük bərabərdir 0-dan. Ortaq məxrəcimiz x üstəgələ 1 olacaq. X çıx 1 olduğu kimi qalır. Çıxılsın 2 təzədən məxrəcə vursaq. Ümidvaram ki, ortaq məxrəcə gətirməklə həll etmək artıq siz mükəmməl şəkildə bilirsiniz. İndi x üstə 1 surətdə nə qalır? X çıx 2x -x çıx 1 çıx 2 edir -3. Böyüdür bərabər 0-dan. Hər tərəfini mənfiyə vursam işarələr gedəcək və bərabərsizliyin də işarəsini dəyişəcək. Olacaq kiçikdir bərabərdir. X üstəgələ 3, x üstəgələ 1 kiçikdir bərabərdir 0-dan. Sürət və məxrəcin ayrı-ayrılıqda sıfırları sürətdə -3, məxrəcdə -1. İnterval ədəd oxunda yerinə qoyaq. İntervalımızı çəkək. İndi isə -1-dən böyük bir ədəd verib yoxlasaq, -1-dən böyük olsun 1. Müsbət edəcək. Mənfi, müsbət. 0-dan kiçikdir bərabər olan hissə bizdə -3, -1-dir. Və bərabərsizliyin işarəsinə görə -3 daxildir, -1 isə daxil deyil. Aralığımızı yazaq. -3-dən -1-ə. Keçək növbəti suala. Surətdə kvadrat 3 ədli, məxrəcdə yenə də kvadrat 3 ədlidir. Mötərizə kvadratı şəklində yazılıb. 23 üstəgələ 22x çıx x-in kvadratı, məxrəcdə x çıx 2-nin mötərizə kvadratı kiçikdir 0-dan. İlk öncə hər tərəfi mənfiyə vuraq. O zaman bərabərsizliyin işarəsi əksinə dəyişəcək. Həmçinin surətdə kvadrat 3 ədlini daha aydın görə bilək deyə bunu edirik. X kvadratı çıx 22, x çıx 23 bölünsün. X çıx 2-nin mötərizə kvadratı böyüdür 0. Hər tərəf mənfiyə vurduğumuzdan bərabərsizliyin işarəsi əksinə dəyişdi. İndi isə surəti Viet teoremi ilə və yaxud diskriminantın köməyi ilə vurğulara ayıra bilərik. Tənliyin köklərinin hasili -23, cəmi isə 22. -23-lə -1 edir. Məxrəcdə isə x çıx 2-nin kvadratı böyüdür 0. İndi isə yenə də sürət və məxrəcin ayrı-ayrılıqda sıfırlarını tapıb intervala qoyub həll etmək lazımdır. Burada 23, burada -1, burada isə 2 edəcək. Ədəd oxu çəkirik. -1, 2, 23. Bizə böyükdür 0 deyir. Böyükdür bərabərdə 0 demir. Ona görə də dairələrin hər birini boş qoyuram. İntervalımızı çəkirik və yadda saxlamaq lazımdır ki, əgər
mötərizə kvadratı varsa, məsələn, burada 2-dir. X çıx 2-nin mötərizə kvadratı. X bərabərdə 2 olduqda, yəni 2 ətrafında işarə dəyişmir. Yəni burada müsbətsə, burada da olacaq. Burada mənfidirsə, burada da olacaq. İndi 23-dən böyük bir ədəd versək, məsələn 25 müsbət, müsbət, burada müsbət. Mənfi edəcək, burada da mənfi edəcək. Çünki 2 ətrafında işarə dəyişmir. Yenidən müsbət. İstəsəniz yerinə ədəd qoyub yoxlaya bilərsiniz bu bərabərsizliyin, yəni işarənin doğruluğunu. Bizdən böyükdür 0-ı istəyir. Baxaq, böyükdür 0. Ən sol tərəfdə, ən sağ tərəfdə, yəni müsbət olanları götürürük. Yəni mənfi sonsuzluqdan mənfi 1-ə kimi birləşmə bu hissə. 23 müsbət sonsuzluq.